İsmayıllı rayonunun Tircan kəndi ərazisində yerləşən Zəngəzur Harmoniya Oteli hərrac vasitəsilə satışa çıxarılıb. Yenavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında otelin tərkibində olan 5 müxtəlif tikili ayrı-ayrılıqda satışa çıxarılıb. Satışa çıxarılan obyektlərin ən böyüyü 1764,8 kvadrat metr sahəsi olan 5 mərtəbəli obyektdir. Bu obyektin ilkin ödəniş qiyməti 3 milyon 350 min manat təşkil edir. Bundan başqa 1590,5 kvadrat metr sahəsi olan 3 mərtəbəli obyekt 2 milyon 800 min, 631,2 kvadrat metr sahəsi olan 3 mərtəbəli obyekt 1 milyon 220 min, 255,4 kvadrat metr sahəsi olan 2 mərtəbəli obyekt 870 min, 719 kvadrat metr sahəsi olan 2 mərtəbəli obyekt isə 910 min manata satışa çıxarılıb. Qeyd edək ki, 28 aprel 2024-cü il tarixində baş tutacaq hərracda iştirak etmək istəyənlər ilkin satış qiymətinin 5% həcmində beh ödəməlidir. Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl fevral ayının 12-sində Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynov Zəngəzur Harmoniya Oteli ilə bağlı paylaşım edərək izləyicilərini bu otelə dəvət edib. Hacı Nuran otelin sahibi Məzahir Həsənovla çəkdirdiyi fotonu paylaşaraq yazıb ki, belə gözəl və qüsursuz bir istirahət mərkəzinin tikilməsi üçün onun sahibi və təsisçisi 1-ci Qarabağ müharibəsinin veteranı, gözəl və mehriban insan Məzahir Həsənova sonsuz təşəkkürünü bildirmək istəyir. Stat: Çünki o, bütün bu cənnəti öz maddi hesabına yaradıb. Yeri gəlmişkən, qeyd edim ki, Məzahir Həsənov çox böyük bir iş adamıdır. Uzun illər Sankt-Peterburq şəhərində yaşayıb. Statın sonu. Onu da bildirək ki, Zəngəzur Harmoniya Otelinin hansı səbəbdən hərraca çıxarıldığı barədə məlumat verilmir.